Salam, hər vaxtınız xeyir olsun kanalımın izləyiciləri. Bugün mən sizinlə iri olan öküz ürəyi ağ gilas mürəbbəsi hazırlayacağıq. Burada gördüyünüz kimi gilaslarımızın içinin çərtdəyini çıxartmışıq. İndi şərbətimizi hazırlayaq. Burada məndə 5 kilo yarım şirin gilası var. 5 kilo yarım şirin gilasımıza 5 kilo şəkər əlavə edəcəyik. Şərbətimizi hazırlayaq. Böyük bir tiyən götürmüşük. Tiyənimizin içərisinə 1 litr su əlavə edək və ocağımızı yandıraq. Şəkərimizi əlavə edək. Beş kilo şəkər əlavə edəcəyik. Şəkərimizi əlavə etdik. Şəkərimiz tam əriyincə qarışdıraq. Şərbətimiz bal kimi olandan sonra, budur belə, bal kimi olandan sonra gilasımızı içərisinə əlavə edək. Görürsünüzmü? Bax, kəfkirdən bal kimi tökülür. Bir buğum qaynadıb şirədə saxlayacağıq. Artıq budur. Qaynamağa başladı. Buraxaq şirədə dursun. Mürəbbəmizi ocağımızın üzərinə aldıq. 10 dəqiqə şirədə saxladım. Mən çox şirədə saxlamıram. Buraxaq mürəbbəmiz bişsin. Budur, qaynara düşdü. Üzərinin kəfini yığaq. Mürəbbəmiz artıq bişib hazırdır. Mürəbbəmizdən nəlbəki əlavə edək. Suyundan görək qatılaşıb bu. Baxaq görək qatılaşıb bu. Tam qatılaşmayıb. Biraz da qaynayandan sonra götürəcəyik. 5 dəqiqə əlavə qaynatdıq. Yoxlayaq görək bişibmi. Bəli, artıq hazırdır. Mürəbbəmiz hazırdır. Mürəbbəmiz hazırdır. Mürəbbəmizin içərisinə yarım çay qaşığı lumu duzu əlavə edək. Və bunu yaxşı qarışdıraq. Həm xarlamasın deyə, həm də rəngi gözəlləşsin deyə əlavə edirik lumu duzunu. Artıq öküz ürəyi ağ gilasımız hazırdır. Çox gözəl, dənavar, möhtəşəm alındı. Budur, bax belə. Çox sağ olun dinlədiyiniz üçün və mənə abunə olub dəstək olmağı da unutmayın. Siz də mənim kimi belə öküz ürəyi ağ gilasdan mürəbbə hazırlayın.